Hər kəs Guinness'in Rekordlar kitabı haqqında eşidib. Bəs onun necə yarandığını bilirsiniz? Gəlin qısaca danışaq. İl 1951, İrlandiya. Guinness pivə zavodunun rəhbəri ov zamanı dostları ilə mərcə girir. Avropanın ən sürətli quşu hansıdır? O mərcədir. Amma haqlı olduğunu sübut edə bilmir. Çünki cavabı heç bir yerdə tapa bilmir. O zaman ağlına belə bir fikir gəlir. Yəqin ki, hər gün barlarda, kafelərdə insanlar min cür mövzuda belə məclərə girirlər və heç kim dəqiq cavabı hardan tapacağını bilmir. Bu problemi həll etmək üçün o iki jurnalist qardaşı işə götürür və onlara dünyadakı bütün rekordları bir kitaba toplamağı tapşırır. Düz 2 illik axtarış və minlərlə faktın toplanması nəticəsində 1954-cü ildə ilk kitab işıq üzü görür. Özü də əvvəlcə pivə reklamı kimi tamamilə pulsuz paylanır. Kitab o qədər sevilir ki, qısa müddətdə bestsellerə çevrilir. Bugün isə Guinness'in Rekordlar kitabı tarixdə müəllif hüquqları ilə ən çox satılan kitabdır. 100 milyonlarla nüsxə, fərqli dillər və hər il yenilənən nəşrlər, insanlar bu kitabın bir səhifəsinə düşmək üçün ağla sığmaz hərəkətlər edirlər. Nəhəng tortların içinə tullanır, illərlə dırnaq uzadır, günlərlə yatmırlar. Halbuki bu nəhəng tarix sadəcə bir quş haqqında edilən adi bir mərcdən başlamışdı.